Birinizdən premium sağlıq bu kadar. Bir dənə kartı. Səsli oxuyursan möhkəm salacaq. Keçmişdən yoxsa gələcəkdən gəlmiş biri olardı. Pulu sağ verir. Pulu cavab verir. Pulu. Gələcəkdən gəlmiş biri olardı. Ya premium gördüm. Almışdı pulunu. Siz mənim kartları verin mən yığım. Elay çəkir. Elay səsini möhkəm oxuyursan. Gözünü yumsan, gözünü yumsan. Aha. Premium deyil, üstündə yazılmalı. Arkasına baxın, premium sual yazılır. Yenidən dünya gəlsin, çox gözəl və ya yaraşıqlı olmalı. Yoxsa çox ağıllı olmaq istəyirsən. Nə deyir? Deyir ki, yenidən dünyaya gəlsəydin, çox gözəl yaxud da yaraşıqlı oğlana çıxa bilərdi. Çox gözəl və ya yaraşıqlı olmağı, yoxsa sadəcə çox ağıllı olmağı seçərdin. Görüntü neyin olacaq ha? Ağlın, əgər çox gözəl və ya yaraşıqlı olsa, ağlın eyni qalır. Ağlın eyni qalır. Yox, əgər çox ağıllı istəyirsənsə, yəni görüntü neyini qalır? Ağıl istəyirəm. Onda ağıllı olmağı seçərdin. Alqışlayaq Elaya. Yusif. Daqov Yusif. Yusif seç. Anladın gözəl olmalı, mən görə ağıl. Ona görə səsli oxu, səsli. Bir şeyin ortadan qaldırılma bilsəydi. Yoxsulluq yoxsa Deyir ki, bir dənə də səsli özüm oxuyuram. Özüm oxumasam almayacaq. Deyir ki, Yusufun sualında dünyadakı bir şeyi ortadan qaldıra bilsəydin, yoxsulluğu yoxsa ədalətsizliyi seçərdin? yoxsulluq, ədalətsizlik. Yusuf cavab verir. Ədalətsizlik. Alqışlayaq. Düz tapdı. Düzdür, o da düz. Dünya ədalətli olsa deyir, yoxsullarda olmaz. 4 kimdə? Mən də adım. Mən Allah beyin üstün başım nə gündə tuturam, hə? Zırı. Yaxşı bilinməyən yerində. Çəkilik. Bu istəyirəm, çünki burada gözəl görünür. Bir dənə. Hələ premium sualları seçən yoxdur. Üstdən premium suallar. Biz 18 yeməyiz. Deyir ki, fantaziya dünyasının bir parçası olsa idin. Büyücü yoxsa savaşçı olmağı seçərdin. Savaşçı. Büyücü. Savaşçı. Büyücü oldu, savaşçı. Büyücü oldu, savaşçı. Büyülərindən özünü savaşçı edəcək. Çox məntiqli. Mən necə iyi şeylər arayırım. Ben de. Onu elince. 5 şimdi. Savaşçı. Premium sual. Fatma'nı alışlayaq premium sual. Fatıma, bizim de premium sual. Bir süper qəhrəman olsaydı nə ilə məşhur olmaq istəyərdin? Süper qəhrəman olsaydın, deyir nə ilə məşhur olmaq istəyərdin? Ver mənə. Deyir ki, Fatimənin sualında bir süper qəhrəman olsaydın nə ilə məşhur olmaq istəyərdin? Seçim haqqı yoxdur, görürük. Özü qərar verəcək. Tamamilə bütün seçim ixtiyarı hansı gücdə? Məsələn, bu görünməzlik ola bilər və yaxud heç bir silahın sənə işləməməsi ola bilər. Neyse görünməzlik olsun. Məsələn, hamının beyin gücünü oxumaq ola bilər. Yəni bu çox deyil. Dünyanın hamıdan ağıllı olur. Premium suallar çətin olur da. Görünməzlik, hər variantda görünməzlik. Kimlərə bu sual çatmasan, təzədən buradan seçərik yeni suallardan. Bunu verməli. Əla. Kimdir? Sadiq. Ver oxuyum Sadiq sizə. Sadiq deyir ki, Sadiqin sualında deyir. Alovda yanmamağı yoxsa suda batmamağı seçərdin. Yəni, bu da bir süper güc kimi bir şeydir də. Suda yanmamağı. Heç bir alda yanmaq, suda yanmaq, suda batmayacaq. Su. Suda batmamaq niyə görə? Əslində dünyanın məhvi də elə su ilə olacaq. Sadəcə suda batmasa, dünya məhv olanda axirət gələcək bir saat. Mama, göz mən düz dedim. Mən olsam sırf ona görə onu seçərdim. Sadiq də məndə düz seçdi. Aferin mən. Sen
Hamısı olmaz. Məşhur idmançı yoxsa dedektiv olmaq istəsəydin? Məşhur dedektiv. Dedektiv. Muhteşem dedektiv. Alkışlayaq. Mən muhteşem dedektiv. Dedektiv. Hamısı istəyərdim. Hamımızın ayağımızın şeylə izləyək. Hamımızı izləyərdim. Birbirimizi izləyək. Belə Emin qalxada yoxlardı. 8 kimdir? Zəhra. Ay Allah, otursun özüm rahatlaşdım. Baxmadan seçirik. Günəş sistemindəki hər hansı planeti ziyarət edə bilsəydin, Marsa yoxsa Yupiterə getməyi seçərdin? Marsa. Ama Jüpiter'den böyük planetdir. Yupiterə gedəydim. Jüpiter'e geçsen, bilirsiniz ki Jüpiter'in cazibe qüvvəsi yerdən neçə dəfə çoxdur. Jüpiter'e geçsen, qoy sözünü düşün. Jüpiter'e geçsen, sen ayağını yerdən qaldıra bilməzsən. Jüpiter'in cazibe qüvvəsi o qədər çoxdur. Böyükdür. Ona görə Jüpiter'dənsə Mars daha məsləhətlidir ki, Marsda bir ayağını qoyub, yəni... Marsda da şey istəyirəm. Marsda məsələn, hər dəyişik oksigen var. Alqışlayaq Səhranı. Mən gördüm. Yüksək səslə baxalım. Heyvanlarsız yoxsa bitkilərsiz bir həyatdan var olmağını istəyərdim. Heyvansız. Heyvansız. Bitki olmasa mənim nəfəs alınmır. Yox da, indi bizi əslində sualın özəlliyi odur ki, həyatın var olması. Əslində heyvanlar da... Bax, sənə bir şey deyim, primitiv istədiyin kiçik bir həşaratı belə dünyadan yoxa çıxarsa, dünyanın məhvi yaxınlaşar, insanların yaşaması çətinləşər. Bitki olmasa da mənim nəfəs alınır. Bizim bizim fantaziyamızda odur ki, yer üzərində artıq oksigeni bitkilər ifraz eləməyəcək də. Bitkilərsiz oksigen olacaq. Yenə də heyvansız. Çünki heyvanlar bizi narahat edib, bitkilər bizi narahat eləmir. Alqışlayaq. Mənim deyib bağaz olması planımdır. Sənəti. Premium deyil ki. Vermə sana, vermə. Bütün dilləri ağıtı danışa bilməyi yoxsa hər hansı bir musiqinin alətini mükəmməl çala bilmək istəyirdim. Mən musiqi aləti, nəqara.